İkinci cəhd bloka gedən şagirdlərə riyaziyyatda necə kömək edə bilərik? Uzmanımız danışacaq. Müəllim olar? Buyurun. Nətərsiz? Sağ olun. Nə yazırsınız orada? Yazın, o gün düşən suallardan nelər var? Fikirləşirsən? Hə, fikirləşirəm. Vicdan əzabı çəkmirsiniz? Yox, Çəkmirsiniz. yaxşı yazmışlar diye. Elə yaxşının əzabı olmur. Müəllim, ikinci cəhd üçün uşaqlara necə kömək edə bilərik? Nə edə bilərik? Deməli, ikinci cəhd üçün əyani həftədə 4 dəfə hazırlıqlarımız olacaq. Həftədə 2 dəfə mövzu izahı və həmin mövzuya test tapşırıq olacaq evə. Mövzu izahı necə olacaq? Məsələn, hansı mövzuda çətinliyiniz var? Hansı mövzunu şagirdlər daha çətin qavrayır? Həmin mövzunu izah edəcəm yenidən və ona uyğun tapşırıqlar verəcəm. Digər 2 dərsdə sınaqlar işləyəcək. Niyə görə? Çünki mən indi yoxlayanda imtahandan çıxan şagirdlərin nəticəsi yoxdur. Gördüm ki, bəziləri məsələn bildiyi sualdır, gözündən qaçıb, diqqətsizlik edib. Bunun nəticəsi odur ki, sınaq az işləyib. Çoxlu sınaq işlədikcən onlar aradan qalxacaq. Deməli, həftədə 2 dəfə dərs keçəcək, 2 dəfə də ancaq sınaq. Sınağı yazdıracam, əvvəl nəzarət edəcəm vaxtla, nəticəyə baxacaq. Sonra da hansı suallarda çətinliklər olsa izah edəcəm. Aha, bəs onlayn olaraq uşaqlara necə kömək edə bilərik? Onlayn bizim artıq bütün mövzu izahlarımız, videolarımız hazırdır və həmin mövzulara uyğun nümunə test tapşırığı izahları da hazırdır. Şagirdlər ona sayta daxilib hazır görəcəklər və bundan əlavə həftədə 3 dəfə YouTube üzərindən canlı dərsimiz olacaq. Bu canlı dərsdə yenə də onların o baxdığı videolardan nəyi başa düşmür suallarını verəcəklər. Bir də mən bundan əlavə WhatsApp qrupuna onlara ev tapşırıq verəcəm, PDF şəklində sınaqlar atacağam. Onları işləyəcəklər və həmin sınaqların izahına və evə verdiyim o tapşırıqlara izahına baxır. Bu sınaq, bu imtahanda 15 yazmış uşağın dediklərinizin hamısını eləsə, neçə yazma şansı var? Əgər 15 yazıbsa, bu sınavda 15 yazıbsa, ikinci cəhddə 25 yaza bilər. Əgər bizim proqramla tam getsə, deyilənlərə əməl eləsə 25 yaza bilər. Ünvanımız 20 yanvar metrosu yaxınlığındadır. Dərslərə qoşulmaq üçün deməli, əyan dərslər üçün 055 597 0151, həmçinin elə onlaynda bu nömrəyə yazıb dərslərə qoşula bilərsiniz. Bu qədər, sağ olun. Sağ olun, uğurlar.